Salam Zehinpod təqdimatında xoş gördük səni. Bugün Robert Greene'in çox maraqlı bir kitabını ustalığı, yəni masterini ətraflı müzakirə edəcəyik. Salam. Bəli, məqsədimiz ustalığa gedən yolu, onun mərhələlərini, strategiyalarını, belə deyək, biraz daha aydınlaşdırmaqdır. Həm də göstərmək ki, bu elə də sirli, ancaq seçilmişlərə aid bir şey deyil, hə? Yəni hər kəsin keçə biləcəyi bir prosesdir əslində. Tamamilə doğrudur. Prosesdir əsas məsələ. Kitabın özü də elə başlayır axı, çox fərqli sahələrdən nümunələr verir. Məsələn, nevroloq Ramachandran. Hə, mühəndis Matsuoka, pilot Rodriguez sanki lap əvvəldən deyir ki, baxın, yol tək deyil və bu anadan gəlmə istiadatdan çox səylə bağlıdır. Elədir. Bəs bu səyahət, bu proses hardan başlayır? Green buna çox önəm verir. Deyəsən, hər şey o həyat tapşırığı deyilən şeyi tapmaqla başlayır. Bu nə deməkdir tam olaraq? Bu, səni içəndəki o çox dərin, bəlkə də uşaqlıqdan gələn, başqasının demədiyi, sırf sənə aid olan o marağı, o cazibəni tapmaqdır. Yəni, daxili bir səs kimi bir şey. Aydındır. Məsələn, Einstein nümunəsi var idi. Onun üçün bu sadəcə fizika oxumaq olmayıb. Qətiyyən. Onun üçün bu kainatın özünə, onun sirlərinə qarşı bir heyranlıq idi, uşaq kimi bir maraq. Yəni, bu adi bir maraqdan daha çox, demək olar ki, mənəvi bir çağırış kimidir. Yəni, sadəcə xoşuma gəlir deyil, sanki o sahə səni özünə çəkir. Amma yəqin ki, bu səsi eşitmək, tapmaq həmişə asan olmur. Çünki, məsələn, Ramachandran. Aha, onun hekayəsi var, atası onu tibbə yönləndirir. Yəni, maneələr, təsirlər mütləq olur. Amma əsas odur ki, o ilkin meyli, o səsi kəşf edəsən. Bu təməldir. Və bu təməli tapandan sonra növbəti addım nədir? İnsiv öyrənmə, bacarıqları möhkəmləndirmə vaxtıdır. Zəif tərəflərin üstünə getmək də vacibdir deyəsən. Məsələn, şair Keatsin yazı üzərində necə işləməsi kimi. Bəli, bəli. Fokuslanma da çox önəmlidir. Green hətta bir müqayisə aparır. 5 saatlıq dərin fokuslanmış iş, 10 saatlıq dağınıq, diqqəti yayanan işdən daha effektivdir. Bu çox maraqlı fikirdir. Bəs uğursuzluqlar, məsələn, Henry Fordun ilk cəhdləri. Əlbəttə, uğursuzluqlar, səhvlər bu prosesin ayrılmaz hissəsidir. Onlardan öyrənmək əsasdır. Şagirdlik təkcə texniki bacarıq deyil axır. Hə, mentor məsələsi də var. Ustalardan öyrənmək prosesi sürətləndirir. Faraday və Davey nümunəsi var idi. Düzdür, mentor münasibəti çox dinamikdir. Hətta bəzən şagirdin ustadı keçməsi də mümkündür. Almaestro Kuchilada deyir Green. Yəni, ustada bıçaq zərbəsi. Bu bir növ irəli getməyin simvoludur. Amma kitabda deyilir ki, çətin mentorlar da faydalı ola bilər. Bu necə olur? Yəni, çətin adamdan nə öyrənmək olar ki? Bu əslində çox dərin məqamdır. Çətin mentorlar sənin dözümlülüyünü artırır, sərhədlərini daha çox zorlayır, komfort zonasından çıxmağa məcbur edir. Yaponiyadakı Hakuin və onun çox sərt müəllimi Shoujo Rojin hekayəsi var kitabda məsələn. Maraqlıdır. Yəni, çətinlik də bir öyrənmə vasitəsidir. Bəs mentor tapmayanda? O zaman Green deyir ki, bəzən özün öz mentorun olmalısan. Edison kimi məsələn. Kitablardan, təcrübələrdən, səhvlərdən öyrənməlisən. Anladım. Şagirdlikdə başqa vacib bir şey də var idi. Sosial zəka. Təkcə işini bilmək bəs eləmir deyəsən? Qətiyyən bəs eləmir, texniki bacarıqlar qədər, bəlkə də bəzən daha çox, insanlararası münasibətləri idarə etmək vacibdir. Başqalarının motivasiyalarını anlamaq, münaqişələrdən yayınmaq. Benjamin Franklin bu işin ustası olub. Bəs əksi olanda nə olur? Məsələn, Semmelweis. Bax, o çox kədərli bir nümunədir. Həkim Semmelweis əlləri yumağın vacibliyini kəşf edir, bu böyük bir irəliləyişdir, amma bunu həmkarlarına, tibb dünyasına qəbul etdirə bilmir. Sosial zəkası, ünsiyyət bacarığı çatmır və nəticədə Fikirləri uzun müddət qəbul olunmur. Deməli, nə qədər haqlı olsan da, fikrini çatdıra bilmirsənsə, bəli, ideyanın yayılmasına, qəbul edilməsinə birbaşa təsir edir. Harvey isə, məsələn, qan dövranı ilə bağlı fikirlərini daha uğurla qəbul etdirə bilir, çünki sosial cəhətdən daha bacarıqlı idi. Bu, hətta yaradıcılığa da təsir edir. Gərgin sosial mühit yaradıcılığı boğa bilər. deməli, şagirdlikdə həm dərin texniki bilik, həm mentorluq ya da öz-özünə mentorluq, həm də sosial zəka lazımdır. Olduqca kompleks bir mərhələdir. Bəs bundan sonra bu mərhələ bitəndə artıq usta oluruq? Hələ yox. Əslində, ən maraqlı hissə bundan sonra başlayır.
Green bunu yaradıcı aktiv mərhələ adlandırır. Yaradıcı aktiv, yəni artıq öyrəndiklərimizi tətbiq etməyə başlayırıq. Tətbiq etməkdən də artığı. Artıq qaydaları o qədər yaxşı bilirsən ki, onları şüurlu şəkildə poza bilirsən. Yeni yollar axtarırsan. Özünə məxsus bir şeylər yaradırsan. Rəqqasa Martha Graham kimi, o klassik rəqsin qaydalarını alt-üst eləmişdi. Tam olaraq. O, mövcud çərçivəni qırdı və tamamilə yeni bir ifadə forması yaratdı. Yaxud fərqli sahələri birləşdirmək. Bu da çox güclü bir yaradıcılıq üsuludur. Məsələn, Matsuoka'nın robotoknika ilə nevrologiyanı birləşdirməsi kimi. Bəli, və ya Paul Graham-ın proqramlaşdırma ilə sənəti birləşdirməsi. Bu mərhələdə artıq təqlid yoxdur, sintez var, innovasiya var. Və bu mərhələdə deyəsən, intuisiya çox güclənir. Belə bir hissiyat yaranır sanki. Hə, intuisiya ön plana çıxır. Amma bu, göydən düşmə bir şey deyil. Minlərlə saatlıq şagirdliyin, dərin düşünmənin, təcrübənin nəticəsidir. Beyin artıq məlumatları fərqli emal edir, əlaqələri daha sürətli görür. Proust'un romanını yazarkən hiss etdikləri ya da Jane Goodall'un şimpanzələri başa düşməsi. Bu, dərin, intuitiv bir anlayışdır. Bəs bu intuisiya bizi hara aparır? Prosesin sonu nədir? Prosesin zirvəsi ustalığa çatmaq. Bu, sadəcə yüksək səviyyədə bacarıqlı olmaq deyil. Bu, sahəni tamamilə fərqli, dərin, demək olar ki, bütöv bir şəkildə dərk etməkdir. Hadisələr, detallar arasında görünməyən əlaqələri görmək bacarığıdır. Einstein'in nisbilik nəzəriyyəsini kəşf etməsi kimi, o sanki kainatın dilini anlayırdı. Bəli, bu çox yaxşı nümunədir. Green hətta bunu insanın təkamül prosesi ilə əlaqələndirir. Bizim ibtidai əcdadlarımızın sahib olduğu o güclü fokuslanma, ətraf aləmlə dərin bağlılıq hissi var idi. Ustalıq bir növ həmin o ilkin, bölünməmiş düşüncə tərzinə qayıdışdı, amma daha yüksək, şuurlu səviyyədə. Çox maraqlı bir paralellikdir. Hətta fərqliliklərin də gücə çevrilə biləcəyini deyir. Məsələn, Temple Grandin və onun otizmi. Elədir, onun otizmi ona heyvanları, onların davranışlarını, hissiyatlarını başqalarının görə bilməyəcəyi bir dərinlikdə anlamaq imkanı verib. Özünə məxsusluq, fərqlilik ustalığın bir parçası ola bilər, hətta onu gücləndirə bilər. Deməli, ümumiləşdirsək, ustalıq bir gecədə baş verən möcüzə deyil, aydın mərhələləri var. Əvvəlcə o daxili səsi, həyat tapşırığını tapmaq. Sonra uzun və çətin, amma çox vacib şagirdlik dövrü, həm texniki bacarıqlar, həm sosial zəka. Və nəhayət o bilik və bacarıqları özünə məxsus şəkildə tətbiq edərək yaratmaq, yenilik gətirmək. Yaradıcı aktiv mərhələ və zirvədə ustalıq. Bəli, proses budur. Uzun, əzm tələb edən, amma nəticəsi çox dəyərli olan bir yol. Gördüyün kimi bu əlçatmaz bir zirvə deyil, daha çox addım-addım gedilən bir yoldur. Və sonda sənin üçün bir düşüncə toxumu buraxmaq istəyirəm. Kitabda ekoloji niş anlayışı var. Aha, yəni özünə məxsus yer tapmaq. Bəli, yəni bəlkə də hamının axışdığı, rəqabətin çox kəskin olduğu bir sahəyə baş vurmaq əvəzinə, öz unikal bacarıqlarının, maraqlarının sənə üstünlük qazandıracağı, daha xüsusi, bəlkə də hələ tam formalaşmamış bir sahəni, bir nişi necə tapa və ya hətta yarada bilərsən. Bu, həqiqətən də düşündürücü sualdır. Çox rəqabətli dünyada bəlkə də ən ağıllı strategiya budur. Ümid edirik ki, bugünkü müzakirəmiz sənin üçün faydalı oldu. Bəlkə də öz yolunda sənə yeni fikirlər verdi. Zehin Podu dinlədiyin üçün çox sağ olun. Əgər bu cür dərin müzakirələr, kitab təhlilləri xoşuna gəlirsə, kanalımıza abunə olmağı və bu bölümü bəyənməyi unutma. Hələlik.